hər kəs Allah-u Teala'yı daha yaxşı tanısa, ona mərifəti olsa, Allahı daha gözəl tanıya bilsə, təqvanı daha çox riayət eləyər. Bu barədə Əmir-əl-Möminin Həzrət Əleyhisselamın Nəhcül Bəlağədə olan xütbələrindən birindən bir neçə söz sizlər üçün oxumaq istəyirəm xidmətinizə. Nəhcül Bəlağədə 109-cu xütbə deyirlər çox həm fəsahətli, həm bəlağətli xütbələrdəndir. Əgər bu xütbəni bir Allahı tanımayan, qiyaməti tanımayan bir insan üçün də oxusalar və onun vicdanı olsa buna qulaq asa bilsə, o nəzəri dəyişər. Elə bir xütbədir ki, insanın içərisini sirkələyən xütbədir. Çox geniş xütbədir, şərhə də ehtiyacı var. Biz əvvəlindən bir neçə cümləni oxuyacağıq inşallah sizin xidmətinizə. Bu xütbədə Mövla Əmir-əl-Möminin Həzrət Əleyhisselam əvvəl Allahı mərifə eləyir, tanıtdırır və ardınca Allahın nemətlərini sayır. Allahın gözəl nemətləri ki, həm bu dünyada var və həm axirətdə var. Bunları sayandan sonra insanların bu nemətlərə necə naşükür olub, qədrin bilmədiklərini vurğulayır. Və ardınca o ölüm halın insanların yadına salır ki, insanlar ki belədilər, amma hamı ölümə tərəf gedir. Və o halda necə olacaq, necə sorğu-sual olacaq və çarə yolu nədir onu bizə başa salır. Çox geniş xütbədir, mən xülasə olaraq bir neçə kəlmədə bunu dedim. Amma əvvəlində Həzrət belə buyurur ki, Allahı bizə tanıtdırmaq istəyir. Buyurur ki, kullu şeyin xaşiun lə. Pərverdigar-ı Müteal elə qüdrət sahibi və elə əzəmət sahibidir ki, hər bir şey onun qabağında balacadır və xaşidir. Boyun əyəndir hər bir şey onun qabağında. Heç bir varlığın ləyaqəti yoxdur, gücü qüdrəti yoxdur ki, Allah-u Teala'nın qabağında baş qaldıra, baş dikəldə, özün yuxarı tuta, yekə bilə. Və kullu şeyin qaimun bih. Hər bir şey bu aləmdə varsa, hər bir varlıq aləmində olan hər bir şey onun vücudu ilə qalıbdır. Hər nə ki var, ona görə var. Ona bağlı olaraq qalıb. Əgər bir ləhzə Allah-u Teala'nın nəzəri bu varlıq aləminin üstündə olmasa, heç bir şey, hər nə yox olar, heç bir şey qalmaz. Hər nə varsa onun gücü, qüvvəti və rəhmətinə söykənib və qiyam tapıbdır, qaimdir. Ğina kullu fəqir. Hər bir fəqiri ehtiyaclını ehtiyacsız eləyən odur. Hər kəsin ki ehtiyacı var, onları ehtiyacsız eləyən Allahdır. Çünki ehtiyacsız olan yalnız aləmdə odur. Hər kəs ona birləşdi, hər kəs onun yolun getdi, onun ətəyindən yapışdı ehtiyacsız olan. Ğina kullu fəqir və izzu kullu zəlil. Və hər bir zəlili, hər bir xar olanı əziz eləyən Allahdır. Allahdır ki, insanları əziz eləyər, ucaldar, böyüdər. Hər kəs böyümək istəyirsə gərək Allahın ətəyindən yapışır, ona çəng vurur. İzzət Allah yolundadır. Və izzu kullu zəlil və quvvətu kullu zəif. Hər bir zəifə, bütün zəiflərə güc qüvvə verən Allahdır. Onun güc qüvvəsidir ki, hər şeyi güclü və qüvvətli edir. Bu Allahın gözəl sifətləridir ki, Əmir-əl-Mömin Həzrət Əleyhisselam bizə o varlığı tanıtdırmaq istəyir. Necə bizim Allahımız var? Tanıyaq Allahımız.